Bir sıra şəxslər daha tez pensiyaya çıxa bilərlər. Son dövrlər bizə ən çox ünvanlanan sorğulardan biri də güzəştli şərtlərlə pensiya hüququ kimlərə şamil olunması ilə bağlıdır. Belə ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Bunu iqtisadçı deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, güzəştli şərtlərlə pensiya hüququ əmək pensiyaları haqqında qanunla təsbit olunub. Stat: Belə ki, qanunun 8-ci maddəsi uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri, 9-cu maddəsi isə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər müəyyən edir. Sözü gedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların 8 yaşınadək sağ olması şərti ilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar da istifadə edirsə, o zaman onlar 60 yaşında pensiyaya çıxacaqlar. Bütün bunlarla yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatlarının dərinləşməsi, pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır. Statın sonu.